Artıq ana bətninin də transplantasiyası icra olundu və dünyada ilk dəfə olaraq ölü uşaqlıq yolundan diri uşaq doğuldu. Bu və digər maraqlı xəbərləri izləmək üçün isə bizə sona qədər baxın. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Bu əməliyyat Britaniyada həyata keçirilən 10 oxşar transplantasiyadan ilk uğurlu olanıdır. Tibbi komanda hesab eləyir ki, bu prosedur gələcəkdə daha çox qadın üçün standart müalicə yoluna çevriləcək. Təsəvvür eləyin ki, övlad sahibi olacaqsınız və həkimlərə sifariş verirsiniz. Boyu bu qədər olsun, göz ölçüsü belə, rəngi belə, forması belə olsun, filan xəstəliklərdən tamamilə uzaq dayansın. Bəli, gen artıq insanların əlində dəyişdirilə bilən bir məfhuma çevrilir. Bu isə təbii ki, bir çox alimlər, eyni zamanda hüquq çərçivəsində kifayət qədər ciddi müzakirə edilən mətləbdir. Dünya bunu qəbul edəcəkmi bilmirəm, amma gen terapiyasını və genə müdaxilə edən bioloqu bilirsiniz ki, 3 il həbsdə saxladı Çin. Amma daha sonra həbsdən çıxarıldığını və yenidən, amma bu dəfə tamamilə gizli şəkildə bu işlə məşğul olduğu deyilir. İstənilən halda izləyək, baxaq və görək gələcəkdə valideynlər menyudan uşaq seçəcəkmi? Tezliklə uşaqları sifariş edəcəyik. Çinli alimlər iddia edir ki, 2018-ci ildə hər tərəfli genetik düzəliş edilmiş körpələr doğulacaq. Hadisə elmi ictimaiyyətdə, hüquqi dairələrdə və etik ekspertlər arasında böyük səs-küy ilə qarşılanıb. Çinli bioloq CRISPR adlı gen redaktə texnologiyası vasitəsilə embrionların DNT-sini dəyişdiyini açıqlayıb. Lakin bu elmi iddia rəsmi şəkildə təsdiqlənməyib və layihə tənqidçilərdən çox ciddi reaksiya alıb. Dünyanın müxtəlif ölkələrində gen redaktəsi ilə bağlı qanunlar bu cür klinik təcrübələri çox sərt şəkildə qadağan edir. Çin hökuməti də faktı araşdıraraq bu hərəkəti milli qaydalara və elmi etikaya zidd hesab edib. Bir müddət bütün embrional gen redaktəsi tədqiqatlarını dayandırıb. 2019-cu ildə həmin Çinli alim onunla əlaqəli bir neçə digər elm adamı Çin məhkəməsi tərəfindən qanunsuz tibbi praktikalar və etik normaların pozulması səbəbilə 3 illik həbs cəzasına məhkum edilib. Elmi dairələrdə bu hadisə etik, sosial və hüquqi diskussiyalara səbəb olub. Bu mövzu hələ də beynəlxalq müzakirələrin mərkəzindədir. Bəzi yeni startaplar embrion genetik modifikasiyası mövzusunda daha təhlükəsiz və etik çərçivədə işlərlə məşğul olmaq fikrindədir. Zəka, sağlamlıq və fiziki mükəmməllik kimi keyfiyyətlər valideynlər tərəfindən menyudan seçiləcək. Bu cür texnologiyanın geniş yayılması halında cəmiyyət iki əsas qrupa, bioloji üstünlüklərə malik dizayn edilmiş və təbii şəkildə doğulan uşaqlara bölünə bilər. Elm adamları xəbərdarlıq edir ki, belə inkişaf insan cəmiyyətində yeni ayrı seçkilik sisteminin başlanğıcı ola bilər. Gələcəkdə bəzi uşaqlar digər uşaqlarla eyni imkanlara sahib olmayacaq. Təsəvvür eləyin ki, sağlam biri psixiatrik xəstəxanaya yerləşdirilib və bunun nəticələri nə ola bilər? Amerikalı psixoloq David Rosenhan tərəfindən aparılan məşhur Rosenhan eksperimenti psixiatriya sahəsində diaqnozların etibarlılığı ilə bağlı ciddi müzakirələrə səbəb olub. Təcrübə psixi xəstəliklərin müəyyən edilməsi məqsədi ilə hazırlanıb. Eksperimentin ilk mərhələsində 8 sağlam insan müxtəlif psixiatriya xəstəxanalarına müraciət edib və deyib ki, qulaqlarında müxtəlif səslər eşidirlər. Həkimlər təbii ki, onları müayinə eləyəndən sonra demək olar ki, hamısını şizofreniya diaqnozu ilə xəstəxanalara yerləşdirilib. Maraqlısı odur ki, pasiyentlər bir müddətdən sonra xəstəxanada normal davranışlarını sərgiləyiblər, sağlam olduqlarını bildiriblər. Buna baxmayaraq tibbi personal onlara inanmayıb və müalicəni davam eləməyə başlayıb. Təcrübə keçən iştirakçılardan biri bütün bu olanları öz gündəliklərində qeyd edib və orada yazılanlar həqiqətən də dəhşət doğurur. Amma məsələ burasındadır ki, həkimlər ona daha bir diaqnoz, yəni qrafoman diaqnozu qoyublar. Psixi xəstələrin durmadan yazmağı deməkdir. Təcrübənin ikinci mərhələsində isə Rosenhan həkimlərə 3 ay ərzində klinikalara yeni, saxta pasiyentlər göndərəcəyini bildirib.
Bu müddətdə həkimlər diqqətlə müraciət edən bütün 193 nəfərdən 41-ini simulyasiya hesab edib. Lakin sonradan məlum olub ki, Rosenhaun həmin dövrdə klinikaya ümumiyyətlə heç bir pasiyent göndərməyib. Bu eksperiment sübut eləyib ki, psixiatriya sahəsində qoyulan diaqnozlar nə qədər dırnaqarası dəqiqdir. Ona görə də istənilən halda insanlar individualdır və onların psixik problemləri də həmçinin. İnsanlar daha çox özləri ilə sağalmalıdırlar və bunu bacarmaq üçün iradəyə ehtiyac var. Bundan sonraki xəbərimizdə də nəyə görə insanlar bir-birinə dərmandır, onu biləcəksiniz. Adamın dərmanı insandır. Tokyo Sağlam Uzunömürlük Tədqiqatları Mərkəzinin mütəxəssisləri bildirib ki, uzun ömür yalnız düzgün qidalanma və ya fiziki aktivliklə deyil, həm də insanların bir-biri ilə qurduğu münasibətlərlə sıx bağlıdır. Tədqiqatçılar qeyd edib ki, Yaponiyada tarixən güclü icma münasibətləri mövcud olub. Qonşuluq əlaqələri, birgə sosial fəaliyyətlər və gündəlik ünsiyyət insanların sosial həyatının mühüm hissəsi sayılıb. Məhz bu cür münasibətlərin ölkədə yüksək uzun ömürlük göstəricilərinə mühüm təsir etdiyi bildirilir. Lakin müasir həyat tərzi bu ənənələri getdikcə dəyişir. Onlayn xidmətlərin geniş yayılması insanların gündəlik ehtiyaclarını birbaşa ünsiyyət olmadan həll etməsinə imkan yaradır. Nəticədə bir çox insan canlı ünsiyyəti əlavə yük kimi bilir və məhz buna görə də bir-birləri ilə əlaqələr kəsilir. Ekspertlər zəif əlaqələr adlandıran münasibətlərin qorunmasının vacibliyini vurğulayır. Bu, tez-tez görüşmək məcburiyyəti olmadan belə ətrafdakılarla əlaqənin saxlanması deməkdir. Onların fikrincə, hətta qısa və təsadüfi ünsiyyət belə adamların psixoloji və fiziki sağlamlığına müsbət təsir göstərir. Bildiyiniz kimi, bir müddət əvvəl sizə xəbər vermişdik, hardakı tənhalar kəndləri var. Orada tənha insanlar yaşayır və üstəlik həmin tənha Yapon kəndlərində yaşamaq üçün küllü miqdarda cavanlara pul da verilir. Ümumiyyətlə, necə düşünürsünüz? Yaşlı olanda, qocalanda sizə bir stəkan su verən tapılacaqmı? Siqaret, avtomobil, zavodlar, bütün bunların hamısı dünyada 7 milyon insanın erkən ölümünə səbəb olurmuş. Dəhşətli statistikadır, birlikdə izləyək. Çirkli hava hər il 7 milyonun erkən ölümünə səbəb olur. Beynəlxalq araşdırmalar hava çirkliliyinin insan sağlamlığına təsirinin ciddi miqyas aldığını göstərib. Dünyada havanın keyfiyyəti artıq yalnız çirklənmə nümunəsi deyil, yeni araşdırmalar göstərir ki, zərərli hava təkcə ağciyər xəstəliklərinə deyil, insan sağlamlığının gözlənilməz sahələrinə də ciddi təsir edir. Məsələn, çox ölkəli qlobal tədqiqat nəticələrinə görə uzun müddətli çirkli havaya məruz qalma idman etməyin faydalarını xeyli zəiflədir və sağlam yaşamağı çətinləşdirir. Bu, milyonlarla insanı gündəlik həyat tərzi barədə yenidən daha ciddi düşünməyə məcbur edir. Bir başqa beynəlxalq araşdırma isə hava çirkliliyinin artıq tropik xəstəliklərin ölüm riskini də artıra biləcəyini aşkarlayıb. Çirklənmiş havanın virusla mübarizəsini zəiflədə biləcəyi müşahidə olunub. Hava çirklənməsi hər il təxminən 7 milyon erkən ölümə səbəb olur. Xüsusilə aşağı və orta gəlirli ölkələrdə bu rəqəm daha yüksəkdir. Çirkli hava ürək və tənəffüs xəstəlikləri ilə yanaşı uşaqların davranış və emosional inkişafına da mənfi təsir yaradır. Son hava keyfiyyəti xəbərlərinə görə Avropada çirkli hissəciklər səbəbindən milyonlarla insan sağlamlıq problemləri ilə qarşılaşmağa davam edir və şəhər mühitində yaşayan insanların sağlamlıq risklərini artırır. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.